Asan Könüllüləri Təşkilatı Bakıda təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində urbanizasiyada asan modeli, dövlət xidmətlərinin və könüllülüyün rolu mövzusunda panel görüş keçirib. BMT Könüllüləri proqramının Avropa və Mərkəzi Asiya üzrə regional əlaqələndiricisi Zarina Mirabdullayeva, Asan Xidmətin Asan Müraciətlə İş sektorunun müdiri Əsli İbrahimli və Asan Könüllüləri Təşkilatının sədri Aysiman Quliyeva urbanizasiya şəraitində innovativ dövlət xidmətlərinin rolu, rəqəmsal həllərin tətbiqi, gənclərin könüllülük fəaliyyətinə cəlb olunması və inklüziv şəhər mühitinin formalaşdırılması istiqamətində fikirlərini bölüşüblər. Panel zamanı urbanizasiya dövründə dövlət xidmətlərinə əlçatanlığın artırılması, könüllülüyün cəmiyyətin inkişafındakı rolu, inklüziv şəhər yanaşmaları, asan xidmət modelinin sosial təsiri və asan xidmət ekosistemi çərçivəsində infrastruktur yönümlü siyasətə dəstək olan asan müraciət informasiya sistemi haqqında geniş müzakirələr aparılıb. Urbanizasiyada asan modeli, dövlət xidmətlərinin və könüllülüyün rolu haqqında panel görüşü baş tutub. Paneldə spiker olaraq xarici qonaqlarımız da olub və tədbir çərçivəsində fərqli mövzular ətrafında müzakirələr apardı. Könüllülüyün və dövlət xidmətlərinin ölkənin urbanizasiya sistemində və ümumi olaraq dünya üzrə urbanizasiya sistemində olan rolu haqqında müzakirə olundu. Biz təşkilatlanmadan və yaşadığımız məkanların rəqəmsallaşdırılmasından danışarkən insan faktorunu diqqətdən kənarda qoya bilmərik. Mənim burada olma səbəbim də məhz budur. Könüllülər insanlar və yaşadıkları məkanlar arasında ən güclü bağ yaradan şəxslərdəndir. Könüllülər müxtəlif tədbirlərdə, məkanlarda və təşkilatlarda insanların ilk qarşılaşdığı semalardır. Mənim mesajım çox aydındır. Könüllülər şəhərin innovasiya, rəqəmsallaşdırılması və modernləşdirilməsi prosesinin əsas komponentidir. Sonra iştirakçılar üçün Bakı memarlığı və Azərbaycanda şəhərsalma mövzusuna həsr olunmuş interaktiv hissə təşkil olunub. Bu çərçivədə paytaxtın memarlıq irsi, şəhərsalma ənənələri, müasir urbanizasiya prosesləri və Azərbaycanda şəhərsalma sahəsində həyata keçirilən layihələrlə bağlı suallar cavablandırılıb. Aktiv iştirakçılara müxtəlif hədiyyələr təqdim olunub. YouTube kanalımıza abunə olun.